Möhtərəm müsəlmanlar, qurban hansı heyvanlardan kəsilir? Qurban yalnız şəriətdə buyurulan ev heyvanlarından kəsilir. Və şəriətdə buyurulan ev heyvanları, qurban üçün buyurulan ev heyvanları da dəvə, inək, qoyun və keçidir. Amma onlardan başqa toyuq, dovşan və başqa heyvanların kəsilməsi icazəli deyildir. Çünki şəriətdə əməllər Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu kimi yerinə yetirilməsi lazımdır. Ondan sonra heyvanın gözəl və kök olmasına diqqət etmək sünnətdir. Çünki bu Allah-u Teala'nın dini ayinlərindəndir və insanın da Allahın dini ayinlərinə təzim etməsi, onları uca tutması, hörmət etməsi onun qəlbinin təqvasından irəli gəlir. Necə ki Allah-u Teala ayələrin birində buyurur ki: "Zəlikə və men yu'azzim şa'airallahi fe inneha min taqval qulub." Bax belə, hər kim Allahın dini ayinlərinə hörmət etsə, bilsin ki bu qəlblərin təqvasındandır. Həcc surəsi 32-ci ayə.